Salam belə şey, axşamınız xeyir. Deməli, bugün mən sizinlə Kərəm və dostlarımız Bəhman Vüqarın köməkliyi ilə bu gün yardıma ehtiyacı olan bir ailə var. Ona gəlmişik. Yəni özləri bildiriblər ki, yəni həqiqətən ehtiyacımız var. Çörəyimiz də yoxdur yeməyə. Biz də Çınar TV komandası olaraq üstümüzə düşən görəvi eləyirik. Gəlmişik həmin ailəyə yardımımızı verməyə. İndi isə aparırıq yardımımızı verməyə. Sağ olsunlar, kim dəstək olur, Allah onlardan razı olsun ki, biz aparırıq yardımımızı verməyə. Artıq gəldik, çatdıq, gedirik ünvana doğru yardımımızı göstərməyə. Salam belə ki, gəldik, çatdıq, qaranlıqdır, görünmür. Salam, nətərsiniz? Hoş geldiniz. Bu sizin istəyinizdən gəldik, sizə oturaq. Allah razı olsun. Yəni, Vüqar özü dedi, biləm nə lazımdır, alıqdır. Allah Köy, qalpasazlar, hər şey var. Allah razı olsun. Vüqar Vüqar qardaşdır. qardaşdan, Bəhmandır, Kərəm. Bəhman qardaşdan, Kərim Nətərsiniz, qardaşdan, yaxşısınızmı? bunu eləyənlərdən, içində də sizlərdən. Çınar TV komandası Çəkən olaraq Bəhman gəlmişik. qardaşdan da Allah razı olsun. Allah onda nə murad var onu versin. Vüqar qardaşımın da Allah Siz özünüz bizdən belə canına sağ versin. Əlaqə saxladınız ki, gəlin. Bunlar da dostlarına bir də verdiyincə versin. Biz Kimdə də sizlərə də eşitdik qardaş. ki, yəni çağırırsınız, dayanmadıq, biz Dedim bu gəldik. 5 aylık qardaşlar mən yaman unudum. Sağ olsunlar, yəni qrupumuza da köməklik edirlər. Onların Sağ sayəsində olsunlar. Allah razı olsun. Sizin də qardaş nə muradınız var, sizin də Allah arzularınıza çatdırsın. Çoxdan da gəlmirik. Vüqar qardaşım, Nətərsiniz? Bəhman Bir qardaşım. özünüzdən danışın. Çətinliyiniz varmı? Danışın biraz. Ben hələ ki evdə otururam. Hələ ki nə mənə bu qolumda saxlayırıq. İzlədiniz də bizim üçün axırıncı videolarımızı. Bəli, izləmişəm. Allah razı olsun. Prosta adam çoxdur deyə imkan olmur yəni ancaq Ona belə görə gələ gəlir. bilirsən. Deyirəm görəsən, yəqin ki bunların vaxtı olmur. Dedim Bəhman qardaş, bu çəkiliş Bəhman qardaşdan Allah razı olsun. Allah nə murad var onu versin. Başda da bu Vüqar qardaşımın, Keç buraya Vüqar. Vüqar qardaşımın Allah bilə Əsas Vüqardır, ürəyindəki nə Vüqarın muradı dostlarıdır. var, nə arzusu var. Ən çox yəni yardım arzularına edən çatsın. Vüqarın Onun dostları onun dostlarıdır. sayəsində olur. Bir də Onun da Çınar dostları, TV'nin Tutu qardaşdan Allah razı olsun. dostlarına da verdiğini Tutu versin. qardaş. Çınar TV'ye de belə minnətdaram. Onlardan da Allah razı olsun. Bəhman qardaşdan da. Səndən də Vüqar, Kərim qardaş. Allah səndə nə sağ muradın ol. var onu versin. Var elə bir ki, yadımdan çox vaxt çıxır bu. Uşaqlar nətərdir? Özünüz nətərsiniz? Uşaq nə Mirdədir, Məhkəzada gedir. Biri saat 2-də göndərirəm qızım məktəbə, oğlum aparıb gətirir. Məndəki Əsas odur, yəni sağlıq, salamatçılıqdır. hə, salamatçılıqdır. Əsas Şükür Allaha. şükürlü gününüz olsun. Sizin də Allah Kərim qardaş, nə muradınız var, Allah sizin də o arzularınıza çatdırsın. Çınar TV'dən də Allah razı olsun. Bəhman qardaş da Allah. Sağ olsunlar muradı ki, var, yəni sağ olsun. baxanlar bizə çoxdur. Allah canlarını sağ Amin, eləsinlər ki, amin. qrupumuza yəni köməklik Allah edirlər. razı olsun ki, Bizim əlimizdən gələni edirik. bu çəkiliş qrupunun çəkilişi ilə bu Bəhman qardaşı çox sağ olsun. Allah ondan razı olsun. Onda Allah nə muradı var onu versin. Minnətdaram. Səndən də, Vüqar Cümləsən. qardaşımızdan da, cümləmizdən də. Allah razı olsun. Bu eləyənlərə də Allah bir əmin versin. Başda da bu Vüqar qardaşın sayəsində olur. Allah onun da nə muradı var ona istədiyi ürəyində nə arzusu o için olsun. Deməli- Kimdə də sizin Kərim Oldu, qardaş. sağ ol. Allah sizin arzularınıza Sağ ol. çatdırsın. Amin. Balalarla yoldaşlarınızla, Cümləsən. cümləmizlə. Allah hamınızın arzunuza çatdırsın. Çox sağ olun, minnətdaram. Deməli, Allah əziz bir əmin izləyənlər, versin. biz hər həftə olduğu kimi yenə bu həftə də iş başında olduq. Yəni Vüqar qardaş, Bəhman qardaş və mənim yəni köməklik olunanlar Allah canına sağ eləsin. Əlimizdən gəldiyi qədər eləyirik. Çox sağ olun. İndi Allah qoysa 1-2 həftədən sonra yenə gələrik. İnşallah. Allah 5 axırıncı sözünüzə deyin, yəni biz yekunlaşaq yavaş-yavaş. ahırlı sözüm odur ki, Allah bu çəkiliş çəkən Bəhman Kömək qardaşının, Çınar TV çəkən o qardaşdan Allah razı olsun. O Çınar TV'nin sayəsindən bu veriliş olubdur. Şəxslərə yardım edirlər. Bu yəni sağ ayrı qrupdan da olsunlar. sizə yardım gəlirmi? Başda da yox, xeyr. Bir dənə bizik də. Bəli, bu Vüqar qardaşımın da Allah belə ürəyindəki istədiyi arzularına Müraciət eləyibsiniz, yəni gəlib kömək Bəli, eləmişsiniz. müraciət eləmişəm buna. Bundan Allah razı olsun. Bunun sayəsində o dostlar da yardım edin. Allah bunun nə murad var emin versin. Dostlarına da bir əmin versin. Kimdə də Amma bax yenə çətinlik olan Kərim kimi deyin qardaş. yəni bizə. Kimdə də sizin, siz də eləyirsiniz. Sizə də Allah yenə də eləyirsiniz. Sizin də Allah nə muradınız var. Onu versin. Arzularınıza çatasınız. Balalarla birlikdə xoşbəxt olasınız. Allah Oldu. eləyənlərə də bir əmin versin cümləmizdən. Yekunlaşaq da. Çox sağ olun, minnətdaram. Deməli, əziz izləyənlər, biz yekunlaşdıq. Həmişə kimi yenə 3 nəfər biz iş başında olacağıq. Bəhman, Vüqar və mən.
Təbii ki, yardım eləyənlərin sayəsində. Və biz də ay Kerem, bizi də Facebookda izləyin. Dostlarımdan da Allah sana sağ eləsin. Sində də totu qalaşan. Allah sana sağ eləsin. 7 gündən bir, 6 gündən bir, 15 gündən bir göndərir. Biz də gətirib yardımlarımızı çatdırırıq. Deməli, hörmətli izləyənlər, bizi Instagramda, TikTokda və Facebookda yəni izləyə bilərsiniz. Sosial şəbəkələrimiz aktivdir. Kimin yəni köməklik eləmək istəyir, yəni TikTokdan ya Instagramdan əlaqə saxlasın. Qaynar xətt nömrəmizi də 0 nömrəni də deyib Bəhman. 05431 6606 qaynar xəttimizdir. Həmişə də açıqdır. Kim ha vaxt yardım eləmək istəyir, o nömrəni əlaqə saxlasın. Onların bir dənə Axırıncı sözü də Elvira xanım desin, yekunlaşaq. bunun o Totu qardaş sad Allah verdiyincə versin. Bir o qardaşı da deyim. O Vüqar qardaşın dostuna, bir də qazancı artıq olsun, bir də min Amin. versin. Onlar sizin hamınızı, içində də o Vüqar başladı, Vüqar qardaşın bir də dostlarına. Amin, amin. Bizi kimi kasıflara yardım etsin. Allah bilə nə muradınız var cümləmizdən, arzularınıza taşırsın. Təşəkkür. Sağ Çox olun. sağ olun, təşəkkür edirəm minnətlərə. Sağ olun. Oldu. Allah Sağ razı olun olsun. əziz izləyənlərimiz. İnşallah gələn həftə görüşənə kimi sağ olun, salamat qalın.